etmişəm. Vüqardır. Vüqar həm mənim dostumdur, həm sənət yoldaşımdır. Vüqar da dəvət eləmişik ki, yəqin ki, mənim evimdə isə buradan meyxana da olacaq. Vüqar da dəvət alıb ki, meyxanamız biraz şirin olsun. Röya heç eşitmişdim, görmüşdüm ki... Haqqımda dəyişmə deyəcəklər. Röya heç eşitmişdim ki, zərfdən müğənni çıxsın. Yox. Amma sən oradan çıxdın, Hardan çıxmışam? zərfdən. Biri deyir ki, butulkadan çıxmışam, biri deyir zərfdən. Yaxşı ki, hələ zərfdən çıxmışam da. Zərf... Yox, görünmürdü. Görsə onda bu biraz işlədi ki, Röyadır. O zərfdən çox şeylər, yəni pul, dollar çıxır, amma bu dəfə müğənnilər çıxdı. Röya gəlib. Hər evə gələn deyil ha. Amma sizin evinizə gəlib. Hoş gəlib, səfa yatıb. Gözümüz seyir var. Röya, bir iki kəlmə də səndir. Gəlmişdinmi? Dostluğun var idi mi Rəşadla? Yoxdur. Mikrofon mən tutacağım, özün tut da. Mən Rəşadı efirdən tanıyıram. Maşın şoudan. Özdə ki, çox xoşuma gəlmişdi, ona görə ki, yaxşı şeylər eləmişdi orada. Amma ki, belə deyim ki, dostluğumuz yox idi. Mənə dedilər ki, səni Rəşad Dağlı qonaq çağırır evə. Mən də dedim ki, gedim də, burada nə var ki, orada yeyib içmək olacaq. Dedilər, hə, son. Əgər desəydilər, sən mənə çağırsan, mən gəlməyəcəkdim. Nəyə görə? Ona görə ki, sən mənim ölməyimi istəyirsən. Yox, Röyanı çox adam istəyir, çox adam Azərbaycan xalqı istəyir. Türk dünyasından o tərəflərdə Türkiyədə də istəyirlər, ha Röya səni? Yaxşıdır hər şey. Ora gedib çıxanda danışarıq. Hələ ki biz Dağlıların məhəlləsindəydik. Hə, Dağlı məhəlləsində Dağlı qardaşım da yanındayıq. Dedin ki, estrada oxuyanda məni belə elədilər. Muğam oxuyanda belə eləyərlər. O belə elə nədir, mən başa düşə bilmirəm. Onu indi efirdə desəm, axı sonra bizi Xəzər TV efirə buraxmayacaq. Belə, alqış da, alqış. Oxu Muğam qoy alqış eləsinlər də cəmaat.